Yeganə sualdır ki, heç bir şey məni qətliyam törədəcək qədər bu yerə gətirib çıxarda bilməz. Axşama nə bişirəcəksən? Səhər yeməyi ağızlarına fırlanır, ağız günortaya nə bişirəcəksən? Günortanı yeyirlər, axşama nə bişirəcəksən? Utanmırlar, axşam otururlar, bir də sabahı fikirləşir. O suala qarşı o qədər qıcığam ki, artıq hansı dəqiqədə hansı zəngin gəlib, hansı mövzunun dalıcan o sualın gələcəyinin dəqiqəsini, saniyəsini, saliyəsini bilirəm. Yeganə istedada sahibiyik ki, bunu ekspertlər də oturub dəqiqəsini, saniyəsini, saliyəsini belə çözə bilməzlər. Özü də özləri bilirlər ki, bu sual adamda nervi yaradır. Özü də ayın əvvəli, ayın ortası bitər idarə eləmək olur. Vay o gündən ki, bu sual ayın axırı gəlir. Ada hər şey qalsın bir tərəfə. Adama əsəb verən bilsən nədir? Adama soruşmasalar, güya biz axşama günortaya nəsə bişirib qabaqlarına qoymayacağıq. Ciddi mənada deyə bilərəm ki, yeganə qadınlardır ki, yemək haqqında heç nə fikirləşmirlər. Axşama nə yeyəcəm mövzusu onlarda yoxdur. Hətta fikirləşirəm ki, bu mövzu kişilərdə anadan gəlmə xüsusən xasiyyət olaraq qoyulub ki, onlar elə bu sualı dünyaya vermək üçün gəlir. Adam fikirləşəndə ki, bundan sonrakı ömründə də yemək bişirmək barəsində hər gün fikirləşəcəksən və yeganə mövzudur ki, onun həyatında heç vaxt tərk edə bilməyəcəksən, adamın tükləri biz olur. Kaş bu yeməyə fikirləşdiyimiz qədər axirətimizi də bir o qədər fikirləşəydik. Vallah həyat güllük gülistanlı olardı. Neysə, Allah kişilərə də can sağlığı versin, arvadlara da can sağlığı versin ki, bu problemi üzərindən belə rahat gələ bilsinlər. Özünüzdən müğayət olun. Allah'a emanet olun. Sabahki postlarda görüşənədir. Baba, Hə? sabah akşam ne pişireceksin?